Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Bugün sizlərə 2-ci sinif riyaziyyat dərsi ilə növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl sizdən bir xahişim olacaq ki, əgər siz də yeni dərs izahlarından ilk xəbərdar olmaq istəyirsinizsə, zəhmət olmasa kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Və bir elanı da diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarına aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Artıq yerlər dolmaq üzrədir. Hər ay üçün növbəti yeni qrupumuz açılır. Qruplarımızda maksimum 5 nəfər olur. Həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə tədris olunur. İndi isə keçirik dərsimizin izahına. Bugün sizinlə bərabər paylama və bölmə mövzusuna baxacağıq. Vurmanın əksi bölmədir. Məsələn, yazırıq 4 vurulsun 3, 12. 12-ni 3-ə böləndə 4 düşəcək. 12-ni 4-ə böləndə 3 düşəcək. Məsələn, yazırıq 2 dəfə 3, 6. 6-nı 2-yə böləndə düşəcək 3, 6-nı 3-ə böləndə düşəcək 2. Bölmənin işarəsi, baxın, 2 nöqtədir. Bölmənin komponentləri isə bölən, qismətdən ibarətdir. Yəni 6 bölünəndir, 3 böləndir, qismət isə 2 düşür. İndi isə keçirik çalışmalarımızın həllinə. Tapşırıq 1-də deyir ki, dairəcikləri verilən sayda qruplara payladıqda hər qrupa neçəsi düşər? Bunu bölmə əməlli yazdıqda bölünən və qisməti müəyyən edin. Baxın, birinci baxırıq ki, 2, deməli, bir dəqiqə, üzr istəyirəm. Deməli, baxırıq ki, burada 2, 4, 6, 8 dənədir və bunu 2 qrupa bölməyimizi istəyir. 8-i 2 qrupa böləndə 4 və 4 şəklində düşər. Deməli, 8-i 2-yə böləndə 4 düşür. Burada bölünən 8, qismət isə 4 olacaq. Baxırıq ki, 4, 6, 8, 10 dənədir. Onu 5-ə bölməliyik. Hər qrupda neçədən olacaq? 2 dənə. 2, 2, 2, 2. Deməli, onu 5-ə böləndə düşəcək 2. 3, 6, 9, 12. 12-ni 4 qrupa bölməyimizi istəyir. Baxın, lap sizin üçün belə də göstərim. Birinci, ikinci, üçüncü və dördüncü qrup. Hər qrupda 3 dənədir. Deməli, 12-ni 4-ə böləndə düşəcək 3. Keçirik növbətiyə. Bizə deyir ki, suallara cavab verin və bölmə əməlinə aid misallar yazın. 15 karandaşı 3 qutuya bərabər paylasaq, hər qutuya neçəsi düşər? 15 karandaşı bölürəm 3-ə. Düşəcək 5. Deməli, hər qutuya 5 karandaş neynəmiş olacaq? Düşmüş olacaq. Bunu belə yaza bilərik. 5 üstə gəl 5, üstə gəl 5, bərabərdir 15 paylama kimi. Yaxud da belə 15 çıxılsın 5, çıxılsın 5, çıxılsın 5. Eləyəcək 0 və yaxud da 15 bölünsün 3 bərabərdir 5. Keçirik növbətisinə. Klon 14 uşağı 7 uşağa bərabər paylamaq istədi. Hər uşağa neçəsi düşər? Baxın, 7-ni neçəyə vursaq 14 eləyər. 7-ni 2-yə vuranda 14 eləyir. Deməli, bu uşağa 2 dənə, buna 2 dənə, 2, 2, 2, 2, 2. 7 dənə 2 eləyir 14. 14-ü bölürük 7-yə, eləyəcək 2. Hər uşağa deməli nə düşəcək? Hər uşağa 2 dənə şar düşəcək. Yazırıq 14 bölünsün 7 bərabərdir 2. Və yaxud da yaza bilərik ki, 2 üstə gəl 2, üstə gəl 2, üstə gəl 2, 2, 2, 2. Eləyəcək 14. Amma bizə bölmə ilə yazmağımızı istədiyi üçün biz bölmə ilə yazırıq. 18 kitabı 3 rəfə bərabər sayda yığmaq istədi. O hər rəfə neçə kitab qoyacaq? Baxın, 3-ü neçəyə vursaq 18 eləyir. 3-ü 6-ya vursaq 18 eləyir. Deməli, 6 dənə bura qoyacaq, 6 dənə bura, 6 dənə bura. 6, 6, 12, 12 üstə də 6 gələndə 18. Deməli, misalımız necə olacaq?
18-i böləcəyik 3-ə, düşəcək 6. Cavab hər rəfə 6 kitab qoyacaq. Keçirik növbəti. Nənə 12 ərikdən 3 banka kompot hazırladı. 12 dənə əriyimiz var, 3 dənə də bankəmiz var. 3-ü neçəyə vursaq 12 eləyər? 4-ə. Deməli 4 dənəsini götürdük bu bankaya qoyduq, birinci bankaya. Bu 4 dənəsini götürdük ikinci bankaya qoyduq. Bu 3 dənəsini də götürürük, daha doğrusu bu 4 dənəsini də götürürük, üçüncü bankaya qoyuruq. Deməli 12-ni 3-ə böləndə qalır 4. Cavab hər bankaya 4 ərik düşər. Aydındır da yəqin ki sizə. Keçirik növbəti. Şəkilə əsasən bərabər paylamaya aid məsələ qurun və həll edin. Bərabər paylamaya aid məsələ qurun, həll edin. Yazırıq məsələmizi. Baxın, şəkildə neçə uşaq var? 4 uşaq var. Bəs neçə konfet var? Sayaq. 2, 4, 6, 8, 10, 12. Yazırıq. Anam neçə konfet idi? 2, 4, 6, 8, 10. Aha. Davam edirik. Anam deməli 12 konfeti ya da anam yazmayaq. Gəlin. Yazaq ki babam 12 konfeti 4 nəvəsi arasında bölmək istədi. Aha, hər nəvəsinə neçə konfet düşər? Deməli 4 dənə uşaqdır, yəni 4 nəvədir. Cəmi də 12 konfetdir. Bu 12 konfeti 4 nəvə arasında biz bölməliyik. Görək hərəsinə neçə dənə düşəcək. 4-ü neçəyə vursaq 12 eləyər? 4-ü 3-ə vursaq 12 eləyər. Deməli 12 bölünsün 4 bərabərdir 3. Cavab hər nəvəyə 3 konfet düşər. Keçirin növbəti səhifəyə. Təkrar çıxma. Təkrar çıxma da, məsələn, bunu geri ritmik sayaraq da çıxa bilərik. Və yaxud da ki, ritmik sayaraq da tapırıq və yaxud da çıxaraq. Məsələn, 10-dan 2 çıxırıq, 2 çıxırıq, 2 çıxırıq, 2, 2. Belə çıxanda yerdə 0 qalır. Və yaxud da ritmik saymaqla 10, 8, 6, 4, 2. Bu formada da sayaraq yenə sonda tapmış oluruq ki, nə qədərdir. Aha. Keçirik indi məsələlərimizə. Baxın. Deməli, nə edəcəyik? Lalənin dovşanı hər gün 4 kök yeyir. Dovşan 8 kökü neçə günə yeyir? Baxın, hər gün 4 kök yeyir. 8 kökdür. Birinci gün 4-ünü yedi. Qaldı 4. İkinci gündə yenə 4-ünü yesə, qaldı 0. Deməli, birinci gün, bu da ikinci gün. Deməli, Lalənin dovşanı neçə günə yeyər? 2 günə yemiş olacaq. Sonra keçirib B-yə. Samirin böyük qardaşı hər gün 2 manat xərcləyir. 10 manat pulu neçə günə xərcləyir? Baxın, 2 manat xərclədim birinci gün, 2 manat xərclədim ikinci gün,
2 manat xərclədim 3-cü gün. 2 manat xərclədim 4-cü gün. 2 manat xərclədim 5-ci gün. Biz bunu ritmik sayma ilə də tapa bilərik. Məsələn, 10, ikisini xərclədim 8, ikisini xərclədim 6, ikisini xərclədim. Birinci gün olacaq 8 manat qalacaq. İkinci gün 6 manat. Üçüncü gün 4 manat. Beşinci günü, daha doğrusu dördüncü günü qalacaq 2 manatı. Daha sonra 5-ci gündə o 2 manatı xərcləyəcək, qalacaq nə? 0 manatı. Deməli, neçə günə xərcləmiş olacaq? 5 günə. Və yaxud da yazırıq 10 çıxılsın 2, çıxılsın 2, çıxdıq 2-ni. Ondan ikisini çıxdıq 8, 6, 4. Sonra ikisini çıxdıq 2, ikisini də çıxdıq, qalacaq nə? 0. Deməli, 1, 2, 3, 4, 5. 5 günə o 10 manatı neyniyəcək? Xərcləyib qurtaracaq. Keçirik növbəti. Bunu bölməklə də əlbəttə ki, eləyə bilərik. 10-u böləcəyik 2-yə, bərabərdir 5. Deməli, 5 günə o 10 manatını xərcləyib bitirəcək. İndi keçirik əsas çalışmalarımıza. Bayaqkılar bələdçi idi. 12 kubu hər birində 4 kub və 3 kub olmaqla neçə qrupa ayırmaq olar? Bölmə əməlinin cavabını təkrar çıxma ilə tapın. 12-ni 4-ə böləndə əlbəttə ki, düşəcək 3. Burada da çıxacaq 4, 4, 4. 3 dənə 4-ü çıxmalıyıq. Qalır yerdə 3-ü. 12-ni 3-ə böləndə düşəcək 4. Çıxacaq, baxın, 1, 2, 3, 4. 4 dənə 3-ü çıxmalıyıq. Qalacaq yenə 4. Daha sonra təsvirlərə uyğun bölmə əməlinə dair misal yazın. Baxın, 24-dən hər dəfə 8, 8 çıxır. Neçə dənə 8 çıxıb? Neçə dənə 8 çıxıb? 3 dənə 8 çıxıb. Deməli, 24-ü neyniyəcəyik? Böləcəyik 3-ə. Düşəcək 8. Və yaxud da 24-ü böləcəyik 8-ə, düşəcək 3. İkisini də yaza bilərsiniz. Sonra baxırıq ki, yenə 24-dür. Biz ikisini də yazdıq. Deməli, birincidə 3 dənədir. 3 yerə bölür. Baxın, 1 yer, 2 yer, 3 yer. Amma ikincidə 1, 2, 3, 4, 5, 6, 7, 8. İkincidə isə 8 yerə bölübdür. Deməli, bu olacaq A, bu olacaq B. Mən heç B variantına baxmadım, birbaşa yazdım. Sonra keçirik C-ni yazırıq. 24-dür, 1, 2, 3, 4 yerə bölüb. 24-ü bölürəm 4-ə, düşəcək 6. Təkrar çıxmaqla qisməti tapın. Əvvəlcə gəlin cavablarını yazaq. 6-nı 3-ə böldük 2, 4-ü 2-yə böldük 2, 10-u 5-ə böldük 2, 10-u 2-yə böldük 2, 20-ni 4-ə böldük 5, burada düşəcək 3, burada düşəcək 2, burada 6, burada 5, burada 3, burada 3, burada da 6 düşmüş olacaq. İndi 6-nı 3-ə böləndə 2 düşür. Yəni 2 dəfə 6-dan nə etməliyik? 3-ü çıxmalıyıq. Düşəcək nə? 6-dan 3 çıxdım. 3, 3-dən də 3-ü çıxıram. Qalır 0. Sonra 10-u indi 5 yerə böləcəyik. Ondan 5 dənə 2-ni çıxmalıyıq. 10 çıxılsın 2, bu da çıxılsın 2, bu da çıxılsın 2, çıxılsın 2, çıxılsın 2. Baxın, yuxarıda necə hesablayırdılar? Gəlin göstərək sizə. Eyni. Məsələn, 15 stikerdir. Hər dostuna 5 stiker bağışlayıb. Neçə stiker payladı? 5-ini payladı. Daha sonra yenə 5-ini payladı. Sonra yenə 5-ini payladı. 3 dənə 5 payladı. 15-i 5-ə böldü 3. Deməli, 3 dostuna stiker paylayıb. Burada da deməli neçə dənə 3 çıxdıq biz? 2 dənə 3 çıxdıq. Deməli, cavabımız 2-dir. Sonra 10-u 5-ə böldük. 5 dənə 2 çıxdıq da. Cavab burada qalır 0, o heç. Amma cavabımız 5 dənə 2 çıxdığımıza görə cavab, daha doğrusu üzr istəyirəm. Burada 2 dənə 5 çıxmalıydıq. Üzr istəyirəm. Burada 2 dənə 5 çıxmalıydıq. 5 çıxılsın 5 olacaq 0.
Baxın 2 dənə. Deməli cavab 2-dir. 2 dənə cavab 2-dir. Belə keçirik növbətilərə. 4-ü 2-yə böləcəyik. Bunu necə eləyərik? 4-dən ikisini çıxarıq, bir də yenə ikisini çıxarıq. Qalır 0, qismətdə 2 düşəcək. Neçə dənə 2-ni çıxdıq biz? 2. 10-dan 10-u 2-yə böləndə 5. İndi burada 10-dan 5 dənə 2-ni çıxmalı. Çıxılsın. Deməli 5 dənə 2. Sonra 20-dən 5 dənə 4-ə çıxmalı. Daha sonra 18-i 3 dənə 6-nı çıxmalıyıq. Daha sonra 14-dən 2 dənə 7-ni çıxmalıyıq. 24-dən 6 dənə 4-ü çıxmalıyıq. Daha sonra 25-dən 5 dənə 5-i çıxmalıyıq. Daha sonra 30-dan 3 dənə 10-u çıxmalıyıq. Daha sonra 9-dan 3 dənə 3-ü çıxmalıyıq. Və 30-dan da 6 dənə 5 çıxmalıyıq. Suallara cavab verin və uyğun misallar yazın. 15 topu 3-3 olmaqla neçə səbətə yığmaq olar? 15-i bölürük 3-ə, düşəcək 5. Deməli 5 səbətə yığmaq olar. 18 yumurtanı 6 yığırıq, 3 qutu eləyəcək. Yenəcək növbəsində 16 uşaq dayanmışdı. Hər kabinəyə 4 uşaq mindi. Sonra uşaqlar neçə kabinəyə mindi? Baxın, 16 dənə uşaqdır. 4 böldük. Eləyəcək 4. Deməli, 4-ü bura mindi, 4-ü bura, 4-ü bura, 4-ü də bura. Deməli, neçə kabinəyə mindilər? Cavab 4 kabinə. Bilik yarışında 20 uşaq şagird iştirak edirdi. Onların hər birində 5 nəfər olmaqla komandalara bölünür. Neçə komanda alındı? 20-ni 5-ə böləcəyik, olacaq 4. Deməli, 4 komanda oldu. Hər komandada da 5 nəfər. Birinci komanda 5, ikinci komanda 5. 5, 5. Yenə eləyir 20 nəfər. Və yaxud da ritmik saymaqla 15, 10, daha sonra qalacaq 5 və 0. Keçirik növbəti. İndi nə edirik? 7-ci məsələyə baxırıq. Boşqabda 10 albalı var. Anası Laləyə hər keksin üstünə 2 albalı qoymağı tapşırdı. Albalılar neçə keksə çatar? Baxın, 10 albalıdır. Hər keksi ikisini qoyduq, bölüşdürdük. Elədi 5 keks. Deməli 5 keksə cavab 5 keksə albalı çatar. Qalan kekslər üçün daha neçə albalı lazımdır? Baxın, baxırıq 2, 4, 6, 7. 7 dənə keksimiz var boşqabda. Yazırıq cəmi 7 keks. 15-də var 5 keks də albalı. Yoxdur. 7-dən çıxırıq 5-i, qalır 2. 2 keksdə. 2 keksdə albalı yoxdur. Bəs yaxşı, hər keksə 2 albalı qoyursa, 2-ni 2-yə vurarıq. 4 albalı lazım olar. Cavab 4 albalı. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.